Mənim sözüm o məmurlarındandır ki, götürüblər 18 yaşında uşaqların hamısını aparıblar zindanlara. Neçə gündür 18 yaşında oğlanların, nənələrin gözünü ağlar qoyublar. Deyiləsiz ehtişar şərsiz. Ehtişar şərlərin bir 5-6'sının hələ adını sizə deyim. Gedin onları edam eləyin. Bu 18 yaşında oğlanlar da görsünlər bir ayəndələrinə, bizlərə umidvar olsunlar. Bunyad şəhid 8 milyard götürüb özünə. Zəncani 18 milyard. Xavəri 3000 milyard. Çayı deyib 140 milyard. Fulad Mübarəkən 99 milyard. 99,000 milyard. Bancı sərmayə 102 milyard. Cənabı bu məmurlar, həmşəhrilərimiz gedin ixtişaşı bunlar eləyib deyərlər İranı bu günə qoyub. Şərəfiz var, namusuz var, gedin onları tutun. Xəcalət çəkin. Sizin süt üzən əhlət. Sizə kim süt veribdi? Sizə nə cür loğma veriblər ki, siz belə bir rəhm olubsuz. Belə kəllə qonda oğruları tutmayısınız, ta ebrət ola, ayəndiyə. Fəsadı gündə çoxaldıyorsunuz İranda. Cavanların ələ nə ümidi var? 18 yaşında uşaq nə eləyəcək onu tutubsuz? Tüsüz zat üst üzən əhlət.